Değerli izləyicilərim, kanalımıza xoş gəldiniz. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün biz bulvara gedirik. Hüseynə görə dedik ki, tətildir, uşaq heç olmaya tətilin dadını çıxartsın, digər günlərdən fərqli olsun onun üçün. Düzdür, uşaq bəhanədir. Mən də istəyirdim ki, gedim, görüm ki, bulvarda hansı dekorlar var. Çünki orada qəşəng Novruz dekorlar var. Onları görmək istəyirdim. Özünüz bilirsiniz ki, mən əl işi düzəldən, dekor düzəldən biri olaraq elə əl işləri mənə olduqca maraqlı gəlir. Yəni xüsusi zövq alıram ki, elə əl işlərinə, səmənlilərə falan baxım. Ona görə də uşaq qədər, bəlkə də uşaqdan daha çox mən həyəcanlıyam bura gəldiyim üçün. Su gəl. Cavab vermədiniz. Dedim görüm burada drift eləyim, 200 də cavab vermədiniz. Amma mən elədim görmədiniz. Gördüm, mən drift eləməyi gördüm. Hava çox soyuq idi, küləyə düşmüşdük. Ona görə də elə girişdə, keçiddə Hüseynin paltarını dəyişdim. Qalın kofta gətirmişdim, onu geyindirdim. Sonra içəri girən kimi hansı ki girişə, bulvarın girişinə belə bir çox gözəl səməni var idi. Çox xoşuma gəldi. Fındığa, qoza yaxından baxdım. O qədər qəşəng düzəltmişdilər ki. Yəni əgər gəlməyəniniz varsa, hələ də gəlməyəniniz varsa, bu videoda hər bir dekoru sizə ayrıntılı şəkildə göstərəcəm. Mən hər birinin başına belə bir firi bax, səməni qoyublar. Hərəsinin başına bir dənə var belə. Bu əsl səmənidir, hə? Bunlar əsl səməndir. Qəşəng ki burada sevgi dolu bahar gəlir. Firişka, sevgi dolu bahar gəlir. Hər birində belə səməni qoyulub. Görürsən bunları kimsə sulayır. Mən evdəkiləri sulamadım. Hamısı saraldı. Burada şişin qoyublar ki, ömrü bir dəqiq olsun da, daha sonra bayram tutarıq. Hə, bütün yumurtaları yoxlayır. Benim güllərin içərisində ən sevdiyim güllərdən biri tülpandır. Çox həqiqətən də tülpanın həm zərif, həm güclü, həm rəngləri. O qədər gözəl belə rəngləri var ki tülpanın. Burada tülpandan çox istifadə olunmuşdu və belə bir yer var idi hansı ki rəsm əsərləri milli üslubda olan rəsm əsərlərini sərgiləyirdilər. Çox qəşəng əsərlər var idi burada da. Əgər sevəniniz varsa gəlib baxa bilərlər. Novruz dolu bayramınız mübarək. Burada Hüseyin bu çalgıçlarla da konseptə uyğun olaraq oynadı. Həqiqətən də çox qəşəng alındı. Dekorlar deyə bilərəm ki, həqiqətən hamısı çox zövqlü idi. Bax belə bir dekorlar da var idi və aralara belə bir tülpanın hər rəngini qoymuşdular. İndi sizə hər arada göstərəcəm. Qırmızı rəng, rusar rəng, hər rəngdə tülpan var idi. Həqiqətən mən fəxr elədim ki, insanın içərisində elə bir fəxr duyğusu olur ki, görürsünüzmü əsərləri filan. Elə bir fəxr duyğusu olur ki, öz bayramımız, öz milli adət-ənənələrimiz, öz ölkəmiz bu qədər qorunub saxlanılır. Yəni yeni ili həmişə keçiririk və bu yeni il qədər deyim ki, ondan da gözəl bunun belə keçirilməyi, hər bir detalın düşünülməyi, hər bir şeyin belə bir zövqlü bəzənilməyi insana qürur hissi verir həqiqətən də. Və dekorasiya fikir verən biri olaraq deyə bilərəm ki, hədsiz dərəcədə gözəl və zövqlü bəzədilib hər yer. Elə insanlar uşaqlarını gətirmişdi, hər bir dekorla şəkillər çəkdirdilər. Bu isə buna bayıldım. Favori bəyəndiklərim arasında bu 4 qız oldu. Yəni düşünürəm ki, bunu 4 çərşənbəyə uyğun ediblər. Bu yəqin ki, torpaq çərşənbəsidir deyə düşünürəm. Çünki üstü yaşıllıdır. Bu düşünürəm ki, yel çərşənbəsidir yəqin ki. Çünki uçub qızın belə saçı falan. Bu üstündən göründüyü kimi zaten bu bəllidir ki, o çərşənbəsidir. Və ən sonda su çərşənbəsinə baxın. Qızımıza bax, çox şəkərsən. Baxıb şeyinə. Allah, su yiyor mühürlərinə bax. Çox gözəl gözlərim var, çox. Çox qəşəngsən. Su da var əlində, çox qəşəngdir. Mənim reaksiyalarım sizə abartılı gələ bilər artıq, amma yoldaşım illərdir ki, alışıb. Mən belə qəşəng bir şey görən kimi həqiqətən də hələ çox kamerada sizə paylaşmamışam səsimi. Belə reaksiyalar verirəm, çünki həqiqətən çox xoşuma gəlir və mən belə şeylər görəndə ürəyim açılır. Belə də baxanda necə də açılmasın. Bu səməninin gözəlliyinə, yumurtaların gözəlliyinə, şəkərburanın, qoğalın o qədər gözəl hazırlanıb ki, yavaş-yavaş irəliləyirik qabağa. Qabaqda əslində park var. Parkı bilirdik ki, park görmüşük. Orada attraksiyonlar var və adı ondan gedəndən sonra gördüm ki, Wonder Parkıymış adı. Əslində bulvarda bildiyiniz kimi qəşəng attraksiyonlar var idi, maşınlar, hər bir şey var idi. Daha sonra onları yığışdırmışlar. İndi yenidən attraksiyonlar gətiriblər və parkın adını Wonder Park qoyublar. Səmənləri çəkirəm. Aha da gözümə biri də dəydi. Gedək o yanına.
Coca-Cola yazılıb. Ay, çox şəkərdir, çox. Belə gedək. Da belə milli üslubda çox sevirəm belə desenləri. Desenlərdə güllər qoyublar. Bir də belə balaca Coca-Cola. Bayramınız mübarək. Çox qəşəngdir, çox. Gəldik, çatdıq parka. Parkda belə atraksiyonlar var. Heç kim saxlamır, ha? Orada ölsün belə saxlamırlar. Onu ya biləsən nəzərində. Burada Hüseyni qorxudurdum. Niyə görə? Çünki mən bilirəm ki, Hüseyn burada qorxacaq. Mən buna minmişəm, çox minmişəm. Çünki atraksiyonu sevən biri olmuşam həmişə. Əmin idim ki, Hüseyn buradan minsə buna qorxacaq. Biletlər burada 3 manatdır, jeton isə 1 manatdır. Belə bir biletləri var. Biri 3 manatdır bu biletin. İşte 14.00'dan 22.00 kimi, yoxsa sonra 11.00'dan 22.00 kimi. Bir bilet bir oyun üçün keçərlidir. Bakı bu. Hüseyni məcbur dedi ki, buna min. Bu da yaşa idi. Hətta Hüseyndən əvvəl bir uşaq vardı. Çox xoşuma gəldi ki, uşaq ağlamaq tutdu uşağı. Yəni ki, düşmək istirdi elə başlayan kimi və uşağa görə bütöv saxladılar. Bəzi yerlərdə bunu etmirlər, saxlamırlar. Həmin vaxt uşaq əməlli başlı kriz keçirdirdi. Halbuki bu yavaş gedir, amma ona baxmayaraq uşaq qorxmuşdu. Və onların diqqətindən çox xoşuma gəldi ki, həmən dəqiqə saxladılar bunu. Bilirəm ki, əvvəllər bu oyunlar o qədər ucuz idi ki, nə bilim 20 qəpiyə falan idi. Sonralar hələ 1 manata qalxanda bizə görə baha sayılırdı. İndi isə bir oyunun qiyməti 3 manatdır. Yəni düşünürəm ki, uyğun deyil qiyməti nəyə görə? İndi bizdə bir dənə uşaqdır və biz apara bilirik. Amma 2 uşaqla gələn bircə dənə elə oyuna girsə, 2 uşağa 6 manat pul çıxacaq. Çox soyuq var. Düşünürəm ki, bu qiymətlər biraz aşağı düşsə, uşaq da çox olar. Burada uşaq sayı da az idi. Çünki hər valideynin gücü çatmır ki, gətirsin uşaqlarını hamısını oynatsın. Yəni əslində biraz aşağı düşsə, həm hamı mindirərdi, həm müştəri çox olardı. Belə bomboş olmazdı. Və bunlar da hamısı, bunlar daha da mənə baha gəldi. Bunlar da 3 manatdır. Yəni, düşünürəm ki, 3 manat bura üçün daha da bahadır. Çünki bunun hər bir yerindən tutalım ox atmaqdır, şar partlatmaqdır. Bunun biri 3 manata olmağı bahadır. Yəni mən istəyirəm ki, bütün ailələr rahatlıqla uşaqlarını gətirə bilsinlər. Niyə də hansısa uşaq buradan məhrum qalmalıdır? Niyə də bunun qiyməti 3 manat olmalıdır? Yəni daha uyğun qiymətə ola bilər ki, bütün uşaqlar əylənsin, bütün uşaqlar sevinsin. Həm insanlar daha rahat gətirə bilsinlər övladlarını, həm onlara savab olsun. Yəni çox istərdim ki, bunların qiyməti düşsün aşağı. Burada isə şarları partladırıq və sonda biz hədiyyə qazanacağıq. Atıcılıqla bağlı nə oldusa uşağı bəhanə edirik, özümüzü veririk qabağa ki, biz də oynayaq. Baxın görün bacınız necə vuracaq. Halal əhsən. Hüseynə də öyrədirəm. O vaxt bizim müəllimimiz var idi. Yoldaşımla bildiyiniz kimi biz bir sinifdə oxumuşuq və biz onda adam şəkli çəkirdik və dərsdə hansı ki, bilmirəm hansı dərsdə keçirdilər o dərsi və həmin dərsdə biz tir atırdıq. Həmin tiri də bir adam çəkirdik və onu tirlə qarnından, başından vurmağa çalışırdıq deyə. O vaxtdan mən çox yaxşı vururdum. Demək olar ki, dayanmadan mən vururdum. Çox sevirdim bu tir atma işini. Ona görə də Hüseynə burada başa düşdüyüm kimi baş saldım, o da vurdu. Burada brüloklar var idi. Hədiyyə olaraq Hüseyn də Ronaldo seçdi. Hüseyn Ronaldonu çox xoşlayır. Bu aralar evin hər yeri Ronaldodur. Ronaldodur bu. Ha, qəşəng. Hədiyyəmiz də qazandıq. Artıq dedik ki, keçiddən keçək Targovaya gedə görək orada nələr var. İndi oranda sizin üçün qəşəng çəkmişəm. Biz ikimiz orucuq, amma Hüseyn acıb, deyir ki, acımışam. Ona görə də dedi ki, McDonald's-a girər, orada nəsə yeyər və biz də elə orada əylənərik. İsə yollanaq hansı ki, soyuq əllər, isti ürəklər deyilən yer ki var, yəni həmən dekorlar ki var, orada görək Novruz dekoru necə görsənir. Burada çox gözəl abu-hava var, istəyir musiqi olsun, istəyir görün Sirab nə gözəlliyində burada dekor qurur. Arxa kamerada səsimi almışam, amma bu səməniyə də eyni reaksiyanı verdim. Həqiqətən də bu səmən də çox gözəldir. Görün nə gözəl bəzədilib. İçəridə isə gördüyünüz kimi iri bir səməni qurulub, hansı ki yolkanın yerində böyük bir səməni qurulub. Və maraqlı uşaqlar üçün çoxlu animatorlar var. Bunlardan əlavə başında səməni olan animatorlar, keçəl, kosa və bu da bizim məşhur meymunumuz. İçəri girən kimi isə bizi belə bir səməni qarşılayır. Həqiqətən nə qədər desəm azdır, o qədər çox bəyəndim. Hələ biraz hava qaralandan sonra görəcəksiniz. Buradakı işıqlar o qədər gözəl. O qədər adam elə bilir ki, nağıllar dünyasındadır. Gedən kimi belə bir Coca-Cola yazılı Novruz möcüzəsi üstündə yazılıb, belə bir dekor var və bu indi fikir verirəm ki, uşaq yumurtanı burada qırır. Və belə bir dekor tamamilə pulsuzdur. Burada da şəkər bura var. Qızlar deyəsən orada rəsm filan çəkirlər, hansı ki dekorları rəngləmək üçün. Bu da isə mənim qoğalımda, hansı ki şəkər buranın paxlavanın yanında qoğal qoymayıblar ki, Hüseyn gəlib
otursun buranın qoğalı Hüseyin. Daha sonra sizə buradakı işıqları göstərim. Buradakı işıqlar da yumurtaya bənzəyirdi deyə. Bunlar da çox gözəl görsənirdi. Hələ indi işıq hansı ki hava qaralacaq. Ondan sonra siz görəcəksiniz ki, onlar nə gözəl görsənirlər. Tuş olaraq düşünürəm ki, elə yeni ildə nə satılırsa, Novruz bayramında da elə tipli, elə şeylər satılırdı. Yəni onlar dəyişməyib deyə düşünürəm. Soyuq olmağına baxmayaraq insanlar hədsiz dərəcədə çox idilər. İndi görün hava yaxşı olsa nə qədər adam olar burada. Şarlardı, bəzəklərdi öz yerində və Hüseyin də həmişəki kimi burada bu əjdaha nəfəsiz deyəsən bunun adı. Hər dəfə gələndə yeni ildə də, Novruz bayramında da bunu aldırır. Hansı ki bildiyimiz kukruzdur, onun içərisində bilmirəm, ozon deyirlər, nə deyirlər. Nəsə qaz verirlər, buzlu nəsə verirlər. Bu qışda deməli 6 manat idi qiyməti, indi 5 manata aldıq bunu. Amma ki qışdakının tüstüsü daha çox çıxırdı. Yəqin ki qiymət 1 manat aşağı düşüb deyə əjdahanın nəfəsi azalıb. Bu animatorlar çox şirindir. Həm keçəl var burada, həm kösa var, həm də ki belə başında səməni olan bir yumurtadır deyəsən səhv etmirəmsə. Bunlar da çox şirindirlər. Məni razı sala bilmədik ki, iftara qədər gözləsin bizi ilə. Ona görə də gedirik ona McDonald's-dan nəsə almağa. İndi istəyirəm ki, yenə də qoca qarılar kimi biraz deyinim. Hansı ki bu Happy Meal əvvəllər 5 manat idi, sonra oldu 6 manat. İndi isə çox sağ olsunlar artıq eləyiblər bunu 8 manat. Yəni mən çox narazıyam bunun 8 manat olmasından. Niyə də əvvəl o qiymətə olmuşdu? Yəni ola bilərdisə niyə də bu qiymətə olsun? Çox təşəkkür edirəm onlara. Sağ ol deyirəm ki, birdən-birə eləmirlər. Bilirlər ki, birdən-birə eləsələr insanlar şok olar. Elə az eləyirlər ki, xəbərimiz belə olmur. Yəqin ki, bir müddət sonra bu da 10 manata olacaq. Artıq səhv etmirəmsə burada iftara 20 dəqiqə ya bilmirəm, yarım saat filan belə qalıbdı. Neyniyim, vaxt keçmirdi. Mən də istəyirəm iftara az qalsın da, vaxt keçsin. Ona görə də fikir verim ki, ayaqqabılarımız bir-birinə oxşayır. Və o vaxt keçdi, Hüseyin yedi, qutardı. İndi biz qaydırıq təkrar ora. Qaydanda indi görəcəksiniz, axşamdır deyə. Ailə qəşəng, işıqlar çox qəşəng oldu. Düşünürəm ki, həqiqətən çox gözəl gün keçdi. İndi isə iftara az qalıb. Yoldaşım dedi ki, nə yeyək? Burada köftə, ekmek var idi. Dedi ki, ondan hərəmiz bir ədəd yeyək. Hava o qədər soyuq idi ki, deyə bilərəm ki, ruhumuz donmuşdu. Yoldaşım burada həm oynayır ki, isinsin, həm də ki, Hüseyni əyləndirir. Arada yenə də unutmuşam deməyi, mənim üçün bu çox vacibdir. Zəhmət olmasa bir saniyənizi ayırıb videonu bəyənmək, kanala abunə olmağı və gözəl rəylərinizi yazmağı, mənimlə bölüşməyi unutmayın lütfən. Dediyim işıqlar iki var ki, dedim axşam belə olur. Həqiqətən görün nə gözəl görsənirlər. Burada suyumuzu da götürmüşük. Saata baxırıq ki, azan olsun və biz orucumuzu açaq. Amma inana bilmədim. Həqiqətən də inana bilmədim ki, nə gözəl. Burada azan, hansı ki musiqi kəsildi azan vaxtı və azan verildi. Qürur duydum xalqımla ki, belə bir şeydir. Gecə isə evə gəldik ilə çatdıq, saat 10 idi, çıxdıq Bibiheybətə, getdik ki, axşam bildiyiniz kimi Əhya gecəsi idi. Adətən illərdir ki, biz Əhya gecələrini Bibiheybətə gedirik, çünki həm çox genişli idi ora, həm də ki, mikrofonla hər bir şey deyirlər. Adi məsələn 70 dəfə olan zikirləri ki var, onları belə səcdədə olarkən deyilən zikirləri belə mikrofonda deyirlər. Ona görə də Bibiheybətə gedirik biz hər dəfə. Bugün də bildiyiniz kimi sonuncu Əhya gecəsidir. Yəni bu günü əldən vermək olmaz, çünki bütün bir illik həyatımız, taleyimiz qərar verilir. Bu gecədə ona görə də bu gecəni dua ilə, bol zikirlərlə keçirmək lazımdır. Sizə indi maraqlı bir şey danışacağam. Deməli, hardasa biz təzə evlənəndə, bir hardasa 7-8 il əvvəl mən 7 dənə buğdaya ya Rəzzaq, ya Fəttah duasını etmişdim Allahın adını və onu saxlamışdım bir yerdə. Meçidə gedəndə yoldaşıma dedim ki, düşərsən mağazada bir dənə baxarıq görək, buğda varsa alarsın və düşdü buğda olmadı. Mən 7 dənə buğdaya yenidən oturmalıydım və 797 dəfə bu ya Rəzzaq, ya Fəttahı deməliydim. Məsciddə oturarkən çıxartdım ki, zikr-matikiyə anama deyim ki, bir tikə çörək versin, bəlkə çörəyin içinə yedim. Bu ruzi bərəkət üçün olan bu duadır və bunu qeyd edim ki, birdən gördük ki, qarşımızda bir qadın var və əlində bir oc nəsə var. Gəlinimizə dedim ki, sən Allah dur soruş gör, o əlindəki buğdadır ya yox. Yəni inana bilmirəm. Dedim ki, o buğdanı Allah bizim üçün göndərib. Bir ocuydu. Yəni deyim ki, çox gətirmişdi. Yox, bir oc buğda var idi və biraz ondan aldı. Gəlinimiz də elədi, mən də elədim. 7 dənə buğdaya ruzi bərəkət üçün siz də edə bilərsiniz. Ya Rəzzaq, ya Fəttahı 797 dəfə təkrarladıq və onu əl dəyməyən bir yerdə saxlamaq lazımdır. Allahümmə bihəqqi hazəl Qur'ani. Burada
Burada artıq istəyirəm vloqu tamamlayım. Sağ olun, gələn videolarda görüşmək üzrə. Allah'a emanet olun.